Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İbadallah, usikum və nəfsi bi təqvallah. Əziz möhtərəm möminlər, bir daha özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqdan müvəffəq eləsin inşallah. Bəli, Mühərrəm ayı daxil olur. Mühərrəm ayının barəsində danışdıq, amma Mühərrəm ayı İslam ümmətinin yaddaşında, xüsusilə bizim xalqımızın yaddaşında həm də bir hüzünlü bir tarixdir, qəmli bir tarixdir. Mühərrəm ayı Allah ayıdır və eyni zamanda Peyğəmbərin ailəsini, Peyğəmbərimizin xanedanını Yezidin əmri ilə o dövrdə Kərbəla adlı bir meydanda, Kərbəla adlı bir çöldə Peyğəmbərin bütün ailəsini qətlə-am etdilər. Peyğəmbərin bütün ailəsini şəhid etdilər və bu tarixdə miqyası olmayan və əzəmətinə görə hadisənin təkrarı olmayan bir hadisədir. Və heç vaxt bu hadisə müsəlmanların qəlbindən, müsəlmanların yaddaşından silinməyəcək və heç vaxt bu utanc verici bir hadisə müsəlmanların alnından silinməyəcək. Çünki müsəlmanlar qalxıb Peyğəmbərlərinin sonuncu evladını, Peyğəmbərlərinin sonuncu Əhl-i Beytdən olan nümayəndəsini, Ali-Əbadan olan nümayəndəsini, Allahın imamını, Allahın hüccətini şəhid elədilər. Bu, İslam tarixinin ən qara və qaranlıq bir səhifəsidir. Lakin bu qaranlıq olan səhifə hər il yenilənir, hər il təkrarlanır. Əvvəldə deyim ki, Allah mütəal Quran-ı Kərimdə İbrahim surəsinin 5-ci ayəsində Həzrət Musa əleyhissalama xitabən deyir: "Və-zəkkirhum bi-əyyamillah, innə fi zəlikə l-ayə likulli səbbarin şəkur." Ya Musa, ilahi günləri insanlara xatırlat, yadlarına sal, təkrar elə. Çünki bu xatırlamaqda səbr eləyən və şükr eləyən insanlar üçün fayda var. Allah bizə özü tapşırıq verir. Peyğəmbərlərinə tapşırıq verir ki, tarix xatırlanmalıdır. İlahi günlər xatırlanmalıdır. Əks halda bunlar yaddan çıxır. Yaddan çıxanda insanlar eyni hadisələrlə bir də rastlaşır. Biz niyə xalqımızın ümummilli hüzün günlərini hər il qeyd edirik? 20 yanvar günü, Xocalı hadisəsini, 31 mart soyqırımını və sair xalqımızın başına gətirilmiş o faciəli günlər hər il yad olunur. Çünki bunu biz unutmayaq, düşmənimizi tanıyaq, təhlükəni öyrənək və ayıq-sayıq olaq ki, bu şeylər bir də tarix xalqımızın başına gətirilməsin. Və İslam tarixində də baş vermiş hadisə hər il buna görə təkrarlanılmalıdır. Buna görə təkrarlanılmalıdır ki, bu bir düşmənçilik, toxumu səpmək məqsədi ilə olmamalıdır. Biz önə baxmalıyıq, biz müsəlmanların vəhdətinə baxmalıyıq, bunun üçün çalışmalıyıq. Amma arxaya da o güzgünün vasitəsilə baxıb, keçmişimizi də unutmamalıyıq. Keçmişdə baş vermiş hadisələri biz unutmamalıyıq. Ona görə Allah Peyğəmbərini əmr edir, ilahi günləri xatırlat. İlahi günlər nədir? İlahi günlər Allahı yad edən, istənilən gün ilahi günlərdən ibarətdir. Və Mühərrəm ayı məsumların dili ilə bizim kifayət qədər hədislərimiz var ki, Mühərrəm ayı gələndə məsumlar bu günü əzadarlıq eləyərdilər. Bu gündə qəm, qüssə onların qəlbinə çökərdi. Quran-ı Kərimdə Allah bir ayə vasitəsilə Peyğəmbərinə xitabən müsəlmanlar gəlmişdilər: "Ya Rəsulallah, sən bu qədər əziyyət çəkdin, biz üçün din gətirdin, bizə əxlaq gətirdin, tərbiyə gətirdin, zəhmət çəkdin, biz sənin üçün nə edə bilərik?" Peyğəmbərimiz bir şey istəmədi. Allah müdaxilə elədi. Dedi ki, "Qul la əsəlukum aleyhi əcran illəl-məvaddətə fil-qurba." Peyğəmbər deyilən onlara, mən çəkdiyim zəhmətlərin müqabilində sizdən bir şey istəmirəm. Sizdən yeganə istədiyim bir şey var. Mənim yaxınlarıma, mənim əzizlərimə məvəddət göstərəsiniz. Peyğəmbərin əzizləri kimdir? Peyğəmbərin
ailəsi idi, əhl-i beyti idi. İmam Hüseyn əleyhissalama bütün İslam mənbələrində nə qədər var ki, Peyğəmbər İmam Hüseyni nə qədər sevirdi. Bu hədislərin indi danışmağa vaxtı yoxdur. Peyğəmbər İmam Hüseyni sevirdi. Peyğəmbərin əzizidir. Peyğəmbər deyir, məvəddət göstərin. Məvəddət nədir? Məvəddət onları sevməkdir və buna dil əzbəri deməkdir. Heç kimi aldatmasın. Mən Hüseyni sevirəm. Hüseyni sevən, Hüseynin qatilinə nifrət eləyər. Necə sən Hüseyni sevərsən ki, onun qatilini əziz tutasan? Necə sən İmam Hüseyn əleyhissalamı sevərsən ki, onu bugün şəhid eləyiblər, sən narahat olmayasan? Sən qəmlənməyəsən, necə insafın gəlir buna? Bu günləri mənim Peyğəmbərimin ailəsini qətliam eləyiblər, mən necə narahat olmaya bilərəm? Necə müsəlman ola bilərəm? Bidət, şirk, bu sözlərə insanlar heç əhəmiyyət də vermir. Bunların kökü, əsası olmayan sözlərdir. Vaxt gələr bunların barəsində də danışarıq ki, elə bunlar bidətlə, şirklə heç bir əlaqəsi də yoxdur, yaxından uzadır. Mən elə bugün insaf mövzusundan danışıram. İnsaf, vicdan insana nə deyir? Mən necə Xocalıda qətl olunmuş insanlara canım yanmasın? Necə ola bilər burada? Körpə, günahsız insanlar qətl olunub. Mən necə o Xocalı soyqırımında əli qana batmış, mənfur insanlara nifrətim olmasın? Əgər bir nəfər görsünüz ki, ya, bir Xocalıdakı insanları elə yaxşı elədilər, öldürdülər və o qətliamda iştirak edənlərə haqq qazandırır. Bilin ki, onun dinini araşdırmayın, əqidəsini araşdırmayın. Bu insanın insanlıqdan xəbəri yoxdur. Bu insanlıqdan çıxıb, bu vəhşiləşib. İndi bir nəfər insan necə çıxıb deyə bilər ki, Peyğəmbərin balalarını öldürüblər, mənə nə var? Və yaxud Peyğəmbərin balalarını öldürənlərə haqq qazandırmağa çalışır, dolayısıyla axtarır, özünü dağa vurur, daşa vurur. Bəlkə Allah Yezidi bağışlayıb, Allah heç Yezidi heç vaxt bağışlamaz və bağışlamasın inşallah. Peyğəmbəri narahat eləyib bu adam. Peyğəmbərə əziyyət verib bu adam. Ona görə də bu günlər, əzizlərim, 10 günlük başlayır. İnşallah ayın 16-sından, şam namazından sonra məscidimizdə hər gün əzadarlıq məclisləri olacaq və hər birimizin vəzifəsidir, borcumuzdur. İmam Hüseyn əleyhissalamın qarşısında, Peyğəmbər qarşısında, məsumların qarşısında bir dənə vicdan borcumuz var, əzizlər. Bu vicdan borcumuzu hamımız layiqincə yerinə yetirməliyik. Ən azı əlindən bir iş gəlmiyor. Ağa mərsi edə bilir, Allah razı olsun. Biri söhbət edə bilir, biri maddi dəstək ola bilir. Ən azı budur bu məclislərdə iştirakla öz səhvi, öz zərcəvi bəlli edəcəksən. Gəlib məscidə əyləşməklə. Deyəcəksən ki, Peyğəmbər, mən özümü sənə təqdim eləməyə gəlmişəm. Bu günləri sənin balaları var, başına gəlmiş müsibətə mən qəmginəm, mən narahatam. Bəhanələr axtarmayaq. Xütbə eləyənin xütbəsindən mənim xoşum gəlmir. Gəlmir, dinləmə. Heç qulaq asma, heç yaxşı adam deyil. Heç baxma özünə, salam da vermərsən. Bunlar bəhanələrdir, əzizlərim. Bunlar şeytanın içimizdə saldığı vəsvəsələrdir. Yox, mərsi deyən yaxşı mərsi demir. Bunlar bəhanələrdir, əzizlərim. Allah onlardan razı olsun. Zəhmət çəkirlər, hazırlayırlar. Təqdim eləyirlər bizə. Sən gəl, əyləş. Belə əlvi yavaş-yavaş sinəvə döyməklə bir əlamət göstərdi. Mən əzadaram. Özümə əzadarlara oxşadıram. Bu bir vəzifədə, əzizlərim. Və bunun hesabını qiyamətdə biz verəcəyik. Bu sözü Peyğəmbər mənbərindən məndirəm. Əgər bu məclisləri zəif tutsaq, əgər bu məclislərə əhəmiyyətsiz yanaşsaq, ciddiyə almasaq, məsumların qarşısında bizim borcumuz var ki, borcu verməyə çalışmalıyıq. Və xüsusilə deyirəm, buradan deyirəm. Bu məclislərin əsas keyfiyyəti əzadarlıqdır. Xütbə o əzadarlığa müqəddimədir. Mən hər il bunu deyirəm. Xütbə bitdi, yarım saat xütbədir. Yarım saatda əzadarlıq olacaq. Məclisi tərk etməyək. O məclislərə hörmətsizlikdir, o məsumlara hörmətsizlikdir.
hər birimiz oturaq. Heç kimin heç nə olmur. Allaha şükürlər olsun, məscidlərimizin qışda istiliyi var, yayda sərinliyi var. Heç kimə də heç nə olmur. Yenə deyirəm, boş-boş yerlərdə, boş-boş vaxtlara o qədər ayırmışıq. Niyə 10 günü biz məsumlar üçün 1 saatımızdan keçə bilmirik? Başqa iddia edirik ki, ona görə hər birimizin vəzifə borcudur, müsəlmanlıq borcumuzdur, insanlıq borcumuzdur. İmam Hüseyn əleyhissalam Əli Əsğərindən keçib, Əli Əkbərindən keçib, Həzrət Əbəlfəzlindən keçib, ailəsinin, qadınlarının əsirlikinə dözüb, buna görə ki, din aradan getməsin. Bu din bu günləri yaşayır. Namaz var, azan var, həcc var, oruc var. Bilin ki, İmam Hüseyn əleyhissalama borcludur. İmam Hüseyn əleyhissalam olmasaydı, Əməvilər İslamın kökün qazıyırdı. Qismət olacaq bunun barəsində danışacaq. Bu günləri bütün İslam ümməti İmam Hüseynə borcludur. Təhrif eləyəcəkdilər, həcci də dəyişəcəkdilər, namazı da dəyişəcəkdilər. Bu gün yaşayırsa, məyərlər tarixdən unudulub ki, Yezid Allahın evini yandırdı. Bunlar tarixdə unudulmayan hadisələrdir. Ya. Yezid Allah evi yandırandı. Yəni, necə Əbrəhə qoşunu gəlmişdi Kəbəni dağıtsın, Yezid də gəlmiş Kəbə dağıtsın. Bunun bəraəti yoxdur ki, Kəbəni yandıran insana sən necə bəraət qazandırarsan ki? Bu gəlmişdi, bu işləri görürdü və din yaşadı. Dinin yaşaması üçün bütün müsəlmanlar, biz İmam Hüseyn əleyhissalama borcluyuq. İmam Hüseyn əleyhissalam ən əzizlərindən keçdi. Biz də 1 saatımızdan keçməliyik. Biz də əlimizdə olan imkanlardan keçməliyik ki, bu mühərrəm vasitəsilə haqq, ədalət yaşayıb, günümüzə gəlib çatıb, Allah o kişilərə rəhmət eləsin. 70 il Sovetin çətin dönəmində bunları yaşatdılar. Üzləri ağ, alınları ağ getdilər Allah dərgahına. Amma bugünkü gündə hər bir şəraitimiz olduğu təqdirdə biz bunu yaşatmasaq, qiyamətdə məhz olub. Gələn nəsillərə biz bunu çatdıra bilməsək yetərincə, qiyamətdə məhz olub. Ona görə bu məsuliyyətimizi hiss eləməliyik. Boynumuzun düşən vəzifəsini hiss eləməliyik. Heç kim özünü mənim əlimdən bir şey gəlməz deyə düşünməsin. Sənin də öz vəzifən var. Tək-tək hər birimizin vəzifəsi var ki, məscidlərdə cəm olub bu 10 günlüyün əzadarlığını, Əbu Abdullah Hüseyn əleyhissalamın əzadarlıqlarını yaşatmaq. Allahdan arzu edək, Allahdan xahiş edək, yalvaraq ki, Allah bu günlərin əzadarlığında iştirak etməyi, göz yaşı tökməyi, qəmgin olmağı əlimizdən almasın inşallah.